o şəhidlərimizin barəsində danışanda, onların şücaəti barədə danışanda, xüsusən Şuşanın fəthi, Şuşa ki, işğaldan azad olundu, tək bizim mediada yox. Heç bizim mediada o həddədə təəccüblü olma, çünki biz özümüzü tanıyırıq da, biz bilirik kimi. Bütün dünya təəccüblənirdi. Necə ola bilər ki, bir insan sanki əliyalın şəkildə qalxır o zirvəni və silahın üstünə gedir, tankın üstünə gedir, aleykum salam, və digər şəxslərin, düşmənlərin üzərinə gedir. Hətta bəzi yerlərdə bilir ki, mən mütləq öləcəm, gedir üzərinə və üzərinə getdiyi kimi də elə arxadan da həmin o güc qüvvə davam eləyir, gəlir. Xüsusi bir dastan yaradır. Xüsusi bir dillərə düşüb o məqamları, o üstünlükləri bütün dünyaya yaydı ki, Azərbaycan hərbiçisi hansı məqama malikdir. Çünki bunun arxasında elə bir qüvvə dayanırdı, onun niyyəti, paçlığı, fitrətinin paçlığı, xalisliyi və Allaha bağlılığı dayanırdı onun arxasında. Bu güc qüvvə, onun imanı, onun əzəməti, onun daxili o dəyəri və öz dəyərlərinə sədaqəti bunu məcbur eləyirdi sanki. İnsan batildən insanı gərək nəsə təhrik eləyər. O təhrik edici qüvvə ölsə insanda, o insanı Allah da ölü adlandırır.